Salam dəyərli altıncılar. Ümumiləşdirici təkrar tapşırıqlarına diqqət edək. Birinci nümunədə deyir ki, nümunəyə baxaraq qoruqdakılar yorğunluqdan, yandırıcıdır və ölümcül sözlərini təhlil edin. Nümunədə əkinçilikdə sözün verib, yəni ək feilindən əkin ismi, əkin ismindən əkinçi ismi, əkinçi ismindən əkinçilik ismi yaranıb. Bu formada yanaşır və başlanğıcda da yerli şəkilçidir. Qrammatikdir. Başlanğıc formada əkinçilikdir. Digərlərini bu formada tərkibə görə təhlil edək. Qorumaq feilindən qoruq ismi yaranır. Qoruq ismindən qoruqdakı sifəti yaranır. Larda cəm şəkilçi qrammatikdir. Başlanğıc formada qrammatika qədərki hissədir. Yormaq feilindən yorğun ismi, yorğun sifəti, yorğun sifətindən yorğunluq ismi yaranıb. Danda qrammatik çıxışlığa şəkilçisidir. Başlanğıc formada yorğunluqdur. Qrammatika qədərki hissə. Yanmaq feilindən yandırmaq feili, yandırmaq feilindən yandırıcı sifəti yaranıb. Dırda qrammatik şəkilçidir. Bu da başlanğıc forma. Ölmək feilindən ölüm ismi, ölüm ismindən də ölümcül sifəti yaranıb. Başlanğıc formada ölümcüldür. Növbəti tapşırığa diqqət edək. Dördündən biri eyni köklü sözlər sırasına daxil deyil. Yəni, üçü bir-birlə eyni köklüdür, biri eyni köklü deyil. Yadımıza salaq ki, eyni köklü sözlər üçün əsas şərt nə idi? Yalnız düzəltmə olmalı idilər. Yalnız eyni köklü sözlər düzəltmə olmalıdır. Sonra kökləri eyni nitq hissəsi olmalıdır. Yəni, eyni məna bildirməli idi. Eyni nitq hissəsi olmalıdır və eyni məna bildirməli idi. Eyni köklü sözlər müxtəlif nitq hissələrinə aid ola bilər və tərkibində qrammatik şəkilçidə iştirak edə bilər. Bax, dönmək feilindən döngə ismi, dönmək feilindən dönüş ismi, dönmək feilindən dönməz sifəti yarandı. Hər üçünün kökü dön feilidir və leksik şəkilçi var. Amma döndü sözü isə quruluşda sadədir. Demək, sadə və mürəkkəb sözlər eyni köklü ola bilmir. İkinci də, məsələn, dolmaq feilindən dolu sözü. Yəni, burada dolu, belə deyək də, dolu qab mənasında düşünmək olar. Dolmaq feilindən dolma ismi, dolmaq feilindən dolğun sifəti yarandı. Amma doldu sözü sadədir. Sadə sözlər eyni köklü söz olmur. Eyni sözün müxtəlif formaları olur. Çıxmaq feilindən çıxış ismi, çıxmaq feilindən çıxıqdakı sifəti, çıx feilindən, yəni çıxıntı ismi yarandı, amma çıxdıq sadədir. Qurmaqdan qurğu, qurmaq feilindən qurğu ismi, sonra qurulu sözünə baxaq, qurulu, quru-qurulu, sonra, daha doğrusu burada üzr istəyirəm, qurmaqdan quru, qurumaq feilindən quru sifəti, quru sifətindən qurulu sifəti yarandı. Burada qurmaqdan qurucu ismi yarandı. Amma quraram sözündə sözün kökü qurdu, ar, ər və am, əm qrammatik şəkilçidir. Cavab da C bəndi olur. Sonra, hansı sıradakı sözlərin üçü də eyni köklüdür? Yağmaqdan yağış, yağmaqdan yağıntı. Bunlar bir-birlə eyni köklüdür. Çünki kökləri eyni nitq hissəsidir və düzəltmə sözlərdir. Yağlı sözündə isə kök yağ ismidir. Bu eyni köklü olmadı. Sağ insandan sağlam, sağ sifətindən sağlam sifəti, sonra sağ sifətindən yenə sağlıq ismi yarandı. Bunların kökləri sağ ismi oldu və eyni köklü oldu bir-biri ilə. Sağıcı sözündə sağ feildir, kök feildir. Eyni məna bildirmədi digərləri. Bu eyni köklü olmadı. Qırmaqdan qırıcı, sonra üçü də eyni köklü olsun. Qırmaqdan qırıq və qırmaqdan qırğın. Bəli, bu cərgədəki hər üç söz bir-birlə eyni köklüdür. Sonra, burada yanmaqdan yanğın yaranır. Yanmaqdan yanacaq yaranır. Amma burada yan, yana ki, yan tərəf mənasında. Və bunlar bir-birlə eyni köklü oldu. Bu olmadı. 4-ə keçək. Hansı söz birləşmələri ismi, hansılar feili birləşmədə fikirlərdə əsaslandıraq? Biz bilirik ki, feili birləşmədə, yəni söz birləşməsinin əsas tərəfi feil olanda feili birləşmə olur.
Əsas tərəf ad bildirən nitq hissəsi olanda ismi birləşmə olur. Yəni isim, sifət, saiz, zərf və ya əvəzlikdə ifadə olunarsa. Burada əsas tərəf, yəni oxumaqdır. Bu olur fe'li birləşmə. Digərində isə əsas tərəf isimdir. Bu oldu ismi birləşmə. Mütaliə etmək həvəsi. Əsas tərəf isimdir. Bu oldu ismi birləşmə. Hər gün mütaliə etmək yəni fe'l oldu. Bu oldu fe'li birləşmə. Keçirin 5-ə. Sadə söz birləşməsini mötərizədə verilmiş sözlər hesabına genişləndirərək mürəkkəb söz birləşməsi yaradaq. Sinifimizin uşaqları. Ümumiyyətlə biz bilməliyik ki, sadə söz birləşməsində 2 müstəqil söz olur. Mürəkkəb söz birləşməsində 3 və daha çox müstəqil söz olur. Düzdür? Ona görə də biz bura diqqət eləsək, məsələn, sinifimizin uşaqları sadə söz birləşməsidir. Düzdürmü? Amma sinifimizin çalışqan uşaqları olanda nə olur? Çalışqan uşaqları olanda isə nə olar? Demək, sinifimizin uşaqları deyəndə sadə, sinifimizin çalışqan uşaqları mürəkkəb. Ulduzlar görünəndə, indi deyirəm ki, qaranlıq səmada ulduzlar görünəndə. Bu oldu mürəkkəb söz birləşməsi. Turqutun müəllimi. Turqutun sevimli ibtidai sinif müəllimi. Oldu mürəkkəb. Nağılı dinləyən sadə söz birləşməsi, nağılı maraqla dinləyən mürəkkəb söz birləşməsidir. Hansı birləşmələrdə qeyri-müəyyən yiyəlik halda olan sözü müəyyən yiyəlik hala çevirmək olmur və ya müəyyən yiyəlik hala işlətmək olmur? Nizami heykəli, Nizaminin heykəli demək olar. Xətai metrosu, Xətainin metrosu demək olmur. Qələbə sevinci, qələbənin sevinci olmur. Müstəqilliyin günü olmur. Xatirənin gecəsi olmur. Günəşin şüası olar. Novruzun bayramı olmur. Dükanın sahibi olur. İdmanın yarışı olmur. Yolun polisi olmur. Gülün ətri isə olur. Bir dənə yuxarıdakı nümunəyə biz diqqət edək. Burada qurulu sözünə diqqət edək. Qurulu sözü nədir? Yəni qurulmuş, tərtib edilmiş, düzəldilmiş mənasını verir. Bayaq ola bilsin kökə mən bunu düzgün ayırmamışam. Demək, burada qurmaq sözündən qurulu sözü yarana bilər. Burada u şəkilçisini ayırmaq doğru olmazdı.